9-cu əsrdə Azərbaycanı ərəblər işğal eləyəndə Babəkin vaxtında ərəblərlə Babək 20 ilə yaxın 20 il müharibə elədi və xəyanət nəticəsində onu təhvil verdilər ərəblərə və ərəblər onu öldürdülər. İşğal eləyəndən sonra Azərbaycanı istədilər onlar ərəbləşdirələr. Yəni qız gəlinlərini zorladılar, Azərbaycanın qız gəlinlərini zorladılar. Aldılar, zorladılar və istədilər ki, Azərbaycanı ərəbləşdirələr. Və onun da onlar Azərbaycanı ərəbləşdirmək əvəzinə Azərbaycanın içində əridilər, getdilər. Yəni indi bəziləri deyirlər ki, ərəb dinidir, ərəbin dinini neynirik biz, Muhammed də ərəbin dinidir, biz Muhammedin dinini neynirik, Allah ərəbin Allahıdır. Və Bakılılar da başlayırlar, Bakılıların 95% Tatlardır. Tatlar da ərəblərdən, farslardan dönmədilər. Yəni gedin tariximizə baxın, ay Bakılılar, ərəb farsdan dönmədilər. Yəni Azərbaycanda ərəb farsdan dönmələr çoxdur. Onlar ki, bəyənmirlər, bu farsın dinidir, bu ərəbin dinidir. Mən onlara deyirəm ki, gedin bir tariximizə baxın. Sizin babalarınız, nə bilim, babalarınızın babası, onlar hamısı ərəblərdən dönmələrdir. Durub yanından deyirlər ki, ay ərəbin dinidir, ay ərəbin dilidir, ərəbin Allahıdır. Bunlar hamısı ərəbdən dönmədilər. Bakılılar da elədi. Tatlardır, tatlar da ərəbdən, farsdan dönmədilər. Yəni əsl Azərbaycanlı qanı onlarda yoxdur da, ərəbdən, farsdan dönmədilər. Onun üçün də gedin bir tariximizə baxın, sonra danışın. Ərəbi, farsı bəyənməyənlər. Sizin tarixiniz, mən İrəvan xanlığındanam, mən ərəbdən, farsdan dönməmişəm. Çünki İrəvan xanlığında ərəblər, farslar gəlməmişdi o vaxtı. Azərbaycanı işğal eləyəndən sonra onlar gəldilər, Azərbaycanı ərəbləşdirmək istədilər. Ondan sonra farslar, ondan sonra nə bilim nələr. Yəni bizim tariximizə gedin baxın, öz tariximizə gedin baxın. Görürsünüz ki, ərəbdən, farsdan dönmələr çoxdur. Bax Şam axını, Şam şəhərindən, Suriyadan axıb gələnlər. Onun üçün də bir tarixə baxın, sonra danışın ki, bunlar ərəb dinidir, ərəb dilidir, ərəb Allahıdır. Mənə Söğüşşəyanın bütün varidatında nə qədər qız gəlin varsa, hamısını mən sizə. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun.